Salam. Dahi Akademinin 1 fevralda keçirilən sınağında 9-cu sinif ingilis dili fənninin izahına başlamaq istəyirəm. Bizim listeningimizə artıq uşaqlar qulaq asıb Black Friday haqqında danışılır. Birinci testdə deməli ki, what is the passage mainly about? Passage nə haqqındadır? Baxaq görək passage'imiz nə haqqındadır? The origin of Thanksgiving Day, xeyr bu haqda deyil. The origin and effects of Black Friday. Bəli, cavabımız B cavabıdır. The problems of traffic in big cities, xeyr bu haqda da deyil. How police officers handle crowds. Düzdür, bunların haqqında məlumatlar var, amma konkret olaraq başlıq kimi biz B variantını seçə bilirik. Complete the sentence according to the passage. The term Black Friday was first used by. Burada bizim cavabımız C olacaq. Çünki ilk dəfə polis ofisərləri, zabitləri tərəfindən Philadelphia'da istifadə olunub Black Friday adı. Üçüncü testimizdə choose a correct answer to the question according to the passage. Why did Black Friday sometimes cause violence and injury among people? Niyə insanlar arasında yəni zorakılığa, vəhşiliyə və yaxud da ki xəsarətlərə gəlir çıxır? Cavabımız B cavabıdır. Because people were fighting over limited discounted items. Çünki burada endirimdə olan məhsulları, limitli olan endirimdə olan məhsullar üçün bir-biri ilə yəni dalaşırlar, vuruşurlar deyək. Dördüncü testdə true false testləridir. Birincisində the name Black Friday originally came from business companies. Xeyr, polislər tərəfindən gəlmişdi. Ona görə bu cavabı biz false kimi qəbul edirik. People sometimes wait for hours before the stores open. Bəli, saatlarla mağazalar açılmamışdan qabaq gözləyirlər açılışını. True. No injuries have ever been reported on Black Friday. Xeyr, yanlış deyir. Heç bir yəni deyir qəza falan olmur. Xeyr, bu yanlışdır. B cavabı. Today people from different countries also try to benefit from Black Friday. Bəli, artıq müxtəlif ölkələrdə də Black Friday keçirilir. Bu da bizim düzgün cavabımızdır. Keçək 5-ci testimizə. Attention students, part-time job vacancies available. Şagirdlərin diqqətinə yarımştat vakansiyalarımız mövcuddur. Join our team and earn extra income. Yəni bizim komandamıza qoşulub, yəni əlavə gəlir qazana bilərsiniz. Flexible working hours to fit your schedule. Belə deyək, çevik deyir iş saatları sənin cədvəlinlə uyğunlaşa bilər. Apply now. Choose a correct answer. Buradan düzgün cavabı seçərkən biz baxacağıq ki, bu C variantıdır. There are part-time job vacancies for students. Bəli, çünki burada da student tələbələr üçün yəni müraciət olunub. C variantımız düzdür. A'da deyir ki, students must pay some extra money for the vacancies. Deyir, vakansiyalar üçün qazanmalıdırlar. Xeyr, burada vakansiyalar üçün yox, vakansiya var, işləyib qazanmalıdırlar. The working hours are very long for the students. Şagirdlər üçün deyir, iş saatları çox uzundur. Burada da xeyr deyir ki, yarım ştatdır. There are full-time jobs. Xeyr, bütöv, yəni tam ştat deyil, yarım ştat iş vakansiyaları var. Students must know foreign language. Burada heç onun haqqında da bir məlumat vermir ki, xarici dil bilməlidirlər. Dear mom and dad, əziz anam və atam, I will very excited because in a week I'll be with you again for a holiday. Mən deyir, çox heyecanlıyam çünki bir həftə sonra sizinlə olacağam bayramda. I enjoy my job. Mən işimdən həzz alıram. In London very much. Yəni Londondakı işimdən. My students are all very friendly to me. Yəni mənim şagirdlərimin əksi hamısı mənə mehribandır. I'll arrive in Basel this Friday morning. Bu deyir 5-ci gün səhər mən Basel'a çatacağam. Can you meet me at the station as I'll have a lot of luggage? Siz məni deyir qarşılaya bilərsiniz stansiyada. Çünki mənim çoxlu yüküm var. Love and all good wishes, Freyda. Burada da deyir ki, Freyda will arrive in Basel with her students. Xeyr, bu şagirdləri ilə gəlmir, özü gələcək.
B cavabında deyir ki, Frida wants her family to meet her students. Deyir ki, istəyir ki, valideynləri şagirdlərini qarşılasın. Bu da yanlışdır. Frida's parents are leaving for Bersel. Deyir, Bersel'a gedirlər. Xeyr, Frida'nın valideynləri getmir. Frida gəlir. Frida ask her parents to meet her at the station. Bu düzgün cavabımızdır. Çünki stansiyada onları qarşılamağı xahiş edir valideynlərindən. Frida's parents are very excited for their daughter's arrival. Burada da onların həyəcanlı olub olmamağı haqqında heç bir məlumat yoxdur. 7-ci testdə Helen Margaret, I am so sorry for forgetting about our meeting yesterday. Deyir, salam Margaret, mən deyir, çox üzr istəyirəm dünənki görüşümüzü unutduğum üçün. That was completely my fault. Bu deyir, tamamilə mənim günahım idi. It day anyway, I can make it up to you. Deyir ki, bunu necə telafi edə bilərəm? I will make sure it won't happen again for our future meetings. Mən deyir, səni əmin edə bilərəm ki, bir də bu hal təkrarlamayacaq bizim növbəti görüşlərimizdə. İndi biz buradan hansı cavabı seçirik? Wrong variant seçirik, yanlış cavabı seçirik. Alan, deməli məktəbu yazan Alan'dır. Kimə yazıb? Margaret'ə yazıb. Biz buna da diqqətlə fikir verməliyik. Alan is so sorry for getting meeting with Margaret. Bu düzdür də, yəni unutduğu üçün təəssüf hissi keçirir. Alan is sure it would happen again. It won't happen again. Deyir, o deyir, əmin ki, bir də belə baş verməyəcək. Bəli, baxın, bu cümlədə də eyni cümləni deyir. Margaret is angry for Alan. Margaret deyir, Alan'a acıqlıdır. Margaret'in heç bir hissə haqqında, yəni bu mətndə məlumat verməyib. Deməli, bizim yanlış cavabımız nədir? C variantıdır. It was Alan's fault. Bu Alan'ın günahıdır. Bəli, elədir. Alan forgot meeting yesterday. Bəli, dünənki meetingi, görüşü unudub. Bu da doğruydu. Biz mətnimizə baxdıqda görürük ki, bu sushi haqqında danışır. Sushinin Yaponiyanın milli yeməyi olduğundan danışır, hansı ölkələrdə yayıldığından danışır, necə hazırlandığından danışır, növlərindən danışır və s. və ilaxır. İndi mətnlə artıq tanışsınız, keçək cavablarımıza. What is the passage mainly about? Mətn deyir, nə haqqındadır? Deməli, mətn ümumi anladıq ki, sushi haqqındadır. Burada deyir ki, Japan's best sushi restaurants. Burada restoran haqqında danışıla bilər. Amma biz bunu başlıq kimi ümumi mətnə ad verə bilmərik. A səhvdir. Main ingredients for making sushi. Bu da təkcə ingredientlərdən danışmır. North American countries, yəni Şimali Amerikan ölkələrindən heç danışmır. A traditional Japanese food, bəli. Və mən dəfələrlə deyirəm ki, biz başlığı seçmək üçün ilk abzasdan istifadə, ilk 2-3 cümləyə baxıb istifadə eləməliyik. Elə birinci cümlədən də artıq bu fikri bizə verir. The popular restaurants in Japan. Xeyr, burada da yəni biz bunu ümumi başlıq kimi götürə bilmərik. Which statement is true according to the passage? Mətnə əsasən düzgünü hansıdır? Burada əslində düzgün olan E variantıdır. Çünki deyir ki, Mərkəz sushi is the most popular sushi in the United States. Bəli, yəni mətndə artıq oxumusunuzsa, bu barədə məlumatın olduğunu görəcəksiniz. Yəni baxın. In America, Mərkəz sushi has become the most popular kind of sushi. Artıq bir cavabımız düz çıxıbsa, demək ki, o birisilər yanlışdır. Choose a correct answer according to the passage. How do customers know the price in the conveyor belt shops? Bu conveyor belt shops, yəni fırlanan stoldur ki, orada da yəni yeməkləri qoyurlar, kim hansını istəsə götürə bilir. Burada deyir ki, bu alıcılar onun qiymətini nəyə əsasən bilirlər? Burada düzgün cavabımız E variantıdır. Orada da deyir ki, by looking at the color of the plate, boşqabların rənginə baxaraq seçə bilərlər. Baxın, burada da deyir ki, the colors of the plate show the price the sushi. 11-ci testimizdə answer the question according to the passage. Where does sushi come from? Hardan gəlir? Mətnimizdəki məlumatımıza görə Japan, Yaponiyadan gəlir. Complete the sentence according to the passage. Marka sushi is rice. Burada düzgün cavabımız 3 ilə 4-dür. Wrapped in seaweed and rolled
around fish. Baxın, burada da this is rice rolled around fish and wrapped in seaweed ki, mətnimizdə artıq bunun da cavabı var. Keçək qrammar testlərimizə. Choose a correct sentence with the noun in the genitive case. Yəli halda olan biz düzgün cümlələri seçəcəyik. Mrs. Black is the Sarah's and Mike's mother. Birinci testimiz səhvdir. Çünki Mrs. Black bir nəfərdir. Burada hər ikisinə apostrof s yəni verib. Demək ki, bu bir nəfərdirsə, hər ikisinin də ayrı-ayrı anası olmadığı üçün və mother də görürsünüz ki, təkdir. Yəni birinə apostrof s qoysaq kifayət idi. Aynur's illness worried me. İki düzdür. Aynurun xəstəliyi, burada xəstəlik mənasındadır, məni narahat edir. Deməli, iki düzgün cavabımızdır. John's arriving this night. Əgər arrivingdən sonra başqa cümlədə xəbər olmuş olsaydı, arriving-i biz isim kimi nəzərdə tuta bilərdik. Amma olmadığı üçün bu davam edici zamandır. Yəni 3 yanlışdır. Lala's already gone to the butcher's. Bax, bu düzdür. Çünki bu birinci tərəf has already gone olsa belə, amma ikinci tərəfdə bizim yəli halımız var. Deməli, dördüncü cavabımız düzdür. This woman's hair is black. Bəli, bu da düzdür. This cəmlədir, woman cəmlədir. Biz öyrənmişik ki, cəmi kökdən dəyişən isimlərimiz təkcə də cəmdə də apostrof s qəbul edir. Özündən sonra isim də var, xəbər də ona uyğundur. Yəni hər cəhətdən düzdür. Bizim düzgün cavabımız C variantıdır. 14-cü testdə choose a correct variant, düzgün variantı deyir seçin. Samir's character is very unbearable. Burada biz demişik ki, to be-dən sonra sifət işlədə bilmərik. Burada da zərf işlədə bilmərik. Burada da zərf yox, sifət işlədib. Ona görə birinci cümləmiz düzdür. The soup tasted well. Biz demişdik ki, taste feilidir, smell feilidir. Bunlardan sonra əsasən nə gəlir? Sifət işlənir, əgər bunlar link verblərdirsə. Və burada da görürsünüz, deyir ki, sup dadır. Demir, mən dadına baxıram. Kimsə bunu icra eləmir. Supun dadından danışır. Sup dadır. Burada well yox, good olsa düz olardı. Yəni, burada zərf olduğu üçün bu yanlış cavabdır. The soup is too hot to eat. Burada bu düzdür. To sifətin qarşısında işlənir. Özündən sonra to'lu məstər işlənir. Yəni, hər cəhətdən cümləmiz düzgündür. Layla seemed happily, bu səhvdir. Seemed də link verblərə daxildir və özündən sonra zərf yox, sifət tələb edir. Deməli, bizim düzgün cavabımız 1 ilə 3-dür. A cavabıdır. 15-də deməli, I don't remember his name, mən onun adını xatırlamıram. Və biz bu birləşmələrimizə nəyə diqqət yetirirdik? Bizim cümləmiz inkardadır və indiki sadə zamandadır. Aysə cümlənin sonunda gələrsə və inkar cümləsində işlənərsə biz onu götürə bilərik. Bu yanlışdır. Cümləmiz təsdiq olardısa biz sonla götürə bilərdik. Yanlışdır. Neither does my sister. Bu düzgün cavabdır. Yəni inkardır. Neither də verib. Sadə zaman verib. İnversiya olunub cümləmiz. Yəni hər cəhətdən düzgündür. To təsdiq cümlələrdə işlənir. Ayzənin də düz olmaq üçün bura doesn't olmalı idi. Yəni bu formada düz götürə bilmərik. 16-cı testdə deyir ki, she for the math exam with me tomorrow. Bu yaxın gələcəkdə, yaxın gələcəyi göstərən formadır. Yəni biz davam edici zaman forması kimi yaxın gələcəklə işlədə bilərik. Yəni burada tomorrow ilə bitmiş işlədə bilmirik. İndiki sadə zaman, hətta esi də yoxdur. Bunu da işlədə bilmirik. Keçmiş zaman işlədə bilmirəm, keçmiş zaman işlədə bilmirəm. E cavabı düzgün cavabdır. 17-də choose a correct sentence, düzgün cümləni seçin. Deyir ki, where are the children's gloves? Bu uzlaşmadır. Baxın, children's gloves, gloves cəmdədir. Xəbərimiz ardı, düzgündür. John and Mary were making too much noise. Bu da düzdür. 2 nəfərdən söhbət gedir. Xəbərimiz də were, cəmdir, düzdür. Yəni 1-2 bizim düzgün cavabımızdır. Baxaq görək yenə varmı? The list of exams are on the wall. Burada söhbət imtahandan getmir, imtahanın list vərəqdən gedir. Bu list təkdirsə, təbii ki, are yox, burada is olardı. These students' success are amazing verir. Burada da students cəm olmasından baxmayaraq, success sözü sayılmayandır.
və tək ki, bu onların uğurundan danışır da. Xəbərimiz are yox, is olardı. Deməli, düzgün cavabımız nə oldu? 1 və 2. Keçək 18-ci testimizə. Feilin düzgün formasını seçəcəyik. Ali, let us, let-dir, ask-dır. Biz bu feilləri görən kimi bizim hansı qayda yadımıza düşməlidir? Təbii ki, kompleks object yadımıza düşməlidir. Və kompleks objectin feillərini biz əslində 3 qrupa bölürdük. Amma hal-hazırda 2 qrupunu öyrənirik. Let, make, bunlar toolsuz işlənənlər idi. Yerdə qalan gördüklərimizdə ask-dır, tell-dir və s. Bunlar to ilə işlənən feillərimiz idi. İndi birinci, ikinci A ilə B cavabını atıram. Çünki bunlardan sonra to işlənməz. İkinci tərəfdə gələn feil zamana, şəxsə görə dəyişilə bilməz. Y cavabını atıram. G olanlar düzdür. Keçirik ikinci tərəfə. İkinci tərəfə askdan sonra biz to işlətməliyik. Ona görə C cavabını da çıxarırıq. D cavabı bizim düzgün cavabımızdır. Passive voiced olan düzgün cümləni seçirik. Who teaches these students? Birinci baxırıq ki, bu sual formasıdır. İkinci nəyə nəzər yetirməliyik ki, bu hansı zamandadır? Teaches, sonunda da S olduğundan nəzərə alırıq ki, bu present simple-dadır. Və present simple-ın məhcul növü necə düzəlirdi? Am, is, are ilə düzəlirdi. İndi biz am, is, are-dan başqa nəsə varsa çıxardırıq. Yox, hamısı ilə are-la da. Birinci cavabda deyir ki, who are the students been? Are-la been-i bir yerdə vermək olmaz. Zaten onlar ikisi də eyni formadılar. Who the students taught? Hanı bəs bunun to be forması? Yoxdur. B cavabını çıxardıram. Who are the students taught by? Deməli, C cavabımız düzgün cavabdır. Students cəmdir. Are-dan istifadə eləmişəm. Arada tamamlıqdan istifadə eləmişəm. Yəni, forma, quruluş hər cəhətdən düzgündür. Burada A-nın yeri düzgün deyil D cavabında. Burada da are-la bərabər feilin formasını da önə gətirib ki, bu qəti şəkildə olmaz. 20-ci testdən. When I 15, I go for wrestling. Aha, bu cümlədə yəni mənim 15 yaşım olanda güləşə gedərdim kimi bir verib. Mənim 15 yaşım olanda zaten keçmiş zaman olduğu üçün biz bunu was-dan istifadə edəcəyik. Was düzgündür, amma B cavabında da yəni mən güləşə gedərdim də, yəni bu artıq vaxtı ilə gedib, indi dayandırıb onu, eləmir. Ona görə used to-dan istifadə eləməliyik. A cavabında have been verib. Xeyr, bu uyğun deyil. B cavabında uzlaşmamız pozulub. Burada used to verib ki, bunun d-sı ilə, yəni sonun d-si hanı? C cavabında didn't use verib to hanı? Məsələn, ola bilərdi, inkar da deyərdi, amma ki, yoxdur da, yəni to'su yoxdur burada. C cavabında uzlaşmamız, D cavabında uzlaşmamız pozulub. Y cavabı bizim düzgün cavabımızdır. I am in a hurry, so I don't have time to talk to him. Deyir, mən tələsirəm. Ona görə də mənim vaxtım yoxdur ki, onunla danışım. Deməli, mən tələsirəmsə, mənim onunla danışmağa kifayət qədər vaxtım yoxdur da, yəni çox vaxtım yoxdur. Hər halda mən bura little qoya bilmərəm, yəni heç vaxtım yoxdur, yenə uyğun gəlmir. Yəni çox vaxtım yoxdur. Much bizim düzgün cavabımızdır. A few, many, hər ikisi cəm isimlə işlənir. Time burada uncountable noun-dur. A lot-dan sonra a lot-u biz haçan işlədirdik? Of yoxdursa feilə aid olmalıdır. Amma burada bizim ismimiz olduğu üçün burada of olsaydı düzgün götürə bilərdik. 22-də we eat dinner and the meal is ready. Biz deyir, nahar etməyə ərəfəsindəyik, yeməyimiz hazırdır. Biz bunu ərəfəsindəyik. Bax, bu dəqiqə, yəni, belə deyək də, laf bu son dəqiqələrdə bu iş olacaq kimi nəzərdə tuturuqsa, biz hansı formadan istifadə edirdik? Təbii ki, about to, be about to birləşməsindən. Bu are about verib to'su yoxdur. Burada keçmiş zamandan söhbət getmir, götürə bilmirik. Due to biraz daha, yəni tam belə ərəfəsini nəzərdə tutmur da, yəni due to-nu ona görə götürmürük. D cavabımız düzdür. Going-dən də sonra onsuz da to da yoxdur. Həm də ərəfəsində kimi də nəzərdə götürmürük. I have been to the restaurant once. It opened. Aha, biz burada düzgün cavab kimi nə götürəcəyik? Since götürəcəyik. Since-in burada bəri mənasındadır. Həm də zamana da baxsaq, bunu zaman zərfi kimi də nəzərə alsaq, görərik ki, bitmiş zamandadır. Deyir ki, mən deyir, açılandan bəri restoranda bir dəfə olmuşam.
Yəni burada qalan heç biri so, ona görə ifdir, nə bilim batdı, amma heç biri uyğun gəlmir. Ona görə də Y cavabı düzgün cavabdır. 24-də biz gerundla, infinitivlə işlənən feilləri artıq əzbər bilməliyik və buradan da görsənir ki, mən gerundu keçəndə dəfələrlə də demişdim ki, söz önlərindən sonra biz nə forma işlədirik? ING-li gerund forması işlədirik. Burada da of, yəni göstərir ki, biz Y variantını düzgün götürməliyik. Antonimlərə gəlincə, coward hero bizdən nə istəyir? Antonim istəyir. Bax, buna diqqətlə yanaşaq. Yəni, əks mənalı. Coward qorxaq, hero qəhrəman. Yəni, biri budur. Fold, feed, heç bunlar əlaqəsiz sözlərdir bir-biri ilə. Dangerous, safe, bəli. İkincisi 3-dür. Təhlükəli, təhlükəsiz. Shine, sparkle, bunlar da bir-birinə yaxındır. Break, mend, bəli. Bir də 5-ci cavab. Bunlar 3 cavabın 3-ü də 1, 3, 5-imiz antonimlərdir.